Abdullah soruşur ki, hər bir hacı mütləq qurban kəsməlidirmi? Xeyr. Cavab xeyirdir. Bu, hər bir hacıya vacib deyil. Bizdə ifrat həcci var ki, bu həcci edənə qurban kəsmək vacib deyil. İfrat həcci ümrə etmədən, yalnız həcc edən şəxsin əməlidir. Qiran və təməttü həcci edənlərə isə, bəli, qurban kəsmək vacibdir. Sizin hazırki həcciniz təməttü olduğu üçün üzərinizə qurban kəsmək düşür. Əlbəttə, siz qurbanlıq üçün müəyyən edilmiş bir məbləği orada bilinən kampaniyalara yaxud şirkətlərə ödəyirsiniz. Onlar isə sizə bu istiqamətdə göstərişlər verirlər və qurbanı sizin adınızdan onlar kəsirlər. Çünki Uca Allah bir səfərdə sizin üçün iki ibadəti, həcc və ümrəni birləşdirdi. Buna görə də bu qurbana şükür qurbanı deyilir. Bu, Allah Azza və Cəllə üçün edilən bir şükürdür. Beləliklə siz qurban kəsirsiniz. Əgər desəniz ki, mənim buna imkanım yoxdur, qurbanın pulunu ödəyə bilmirəm, o zaman 10 gün oruç tutursunuz. 3 günü həcdə, 7 günü isə ailənizin yanına, vətənə qayıtdıqda. Necə ki, mübarək ayədə buyurulmuşdur.